Sabahlarınız xeyir olsun, sabahlar həmişə xeyirli açılsın. Bu şeiri 23-cü ildə buradakı yoldaşlara yazmışam. Elə bil səhər-səhər güzgüyə baxanda dedim ki, dayan qocalmışam, biraz da arıqlamışam. Bana güldülər. Dedilər ki, edən vaxtındır da, ta srokun çıxır. Onda yazmışam bunu. Kakraz Vladivostok'tan da Moskva'ya uçurduk. Samolyotda yazmışam bunu. Yaman arıqlayıb qocalmışam mən. Görənlər deyir ki, nə olub sənə? Deyirəm, yaş artır, ömür qocalır, lağ edib inan ki, gülürlər. Deyirəm onlara, bir vaxt olacaq. Sizin də canınız bax qocalacaq. Cavanlıq vaxtını əldən alacaq. Bax onda nə oldu deyəcəm sizə. Orxan, fikir etmə, həyatda olur. Açılan çiçəklər bəzən tez solur. Ömür yollarında nə desən olur. Şükür olsun de bu günə yenə. Bugüne şükür, hələ yaşayırıq. Həyatda hər bir şey olur. Bir-birinə insan lağ eləyib, şək eləməz. Bax, onlara bu şeirdə demək istədim ki, özlərinə də oxumuşam. Dedim ki, insan insana şək eləməz. Göydəki bilir. Nə vaxt nə olacaqsa. Oldu hamıya can sağlığı olsun.